Salam əziz müəllimlər, mən Bakı Peşəkarlar Akademiyasının fizika müəllimi Xalidə müəlliməm. Mən bugün sizə 2024-2025-ci ildə istifadə olunmuş qəbul suallarının bəzilərinin izahını verəcəm. Həmin sualların izahında diqqət olunması məqamlar var. Gəlin həmin məqamlara birlikdə aydınlıq gətirək. Deməli, bizə verilmiş birinci sualda deyilir ki, düzxətli hərəkət edən A və B cisimlərinin sürət zaman qrafiki verilmişdir. Əgər T0 müddətində A cisminin getdiyi yol 60 metrdirsə, həmin müddətdə B cisminin getdiyi yol nə qədərdir? Biz bilirik ki, sürət zaman qrafiki bizə veriləndə, biz gedilən yolu tapmaq üçün həmin qrafikin altında qalan fiqurun sahəsi tapılır. Deməli, A cisminin getdiyi yolu tapmaq istəsəm, A cisminin altında qalan fiqurun sahəsini hesablamalıyam. Həmin fiqurun sahəsi işarələyəndə görürük ki, trapesiyadır. Amma B cisminin fiqurunun sahəsi isə bizə verir düzbucaqlını. Gəlin hesablayaq. A cisminin getdiyi yolu tapmaq üçün trapesiyanın sahə düsturundan istifadə edirik. Deməli, oturacaqları neçədir? V0 və 2V0. Oturacaqları cəmi ilə, yəni V0 üzərinə gəlinsin 2V0, bölünsün 2, vurulsun. Hansı zaman müddətində? T0 zaman müddətində. Yazırıq T0. Deməli, buradan alırıq ki, S bərabərdir 2-də 3, V0, T0. Bizə şərtdə deyir ki, A cisminin getdiyi yol 60 metrdir. Deməli, biz aldığımız bu ifadəni 60 metrə bərabərləşdiririk. 3, V0, T0, bölünsün 2, bərabərdir 60. Və biz buradan alırıq ki, 3, V0, T0 bərabərdir 120. V0, T0 bərabərdir 40 metr. Deməli, V0, T0 40 metr aldıq. Və B cisminin getdiyi yolu tapanda nə etməliyik? Baxırıq ki, B cisminin altında qalan fiqur bizə verir düzbucaqlı. Deməli, biz düzbucaqlının sahəsini hesablamalıyıq. Düzbucaqlının sahəsini tapmaq üçün onun enini uzunluğa vurmaq lazımdır. Yəni, S bərabərdir, V0 vurulsun, T şəklində yazmalıyıq. Biz buradan görürük ki, aldığımız ifadəyə əsasən V0, T0 40 metrdir. Deməli, onda B cisminin getdiyi yolda elə 40 metrə bərabərdir. Keçək növbəti suala. Bu sualda bizə deyilir ki, üfüqi səthi üzərində kütlələri 1 kiloqram və 2 kiloqram olan cisimlər eyni F bərabər 6 Newton qüvvənin təsiri ilə hərəkət edirlər. Birinci cismin aldığı təcil 4 metr böl saniyə kvadratı olduğuna görə ikinci cismin aldığı təcili hesablayın. Hətta bizə şərt verilib ki, hər iki cisimlə səth arasındakı sürtünmə əmsalları eynidir. Deməli, biz bilirik ki, əgər cisim üfüqi səth üzərində hərəkət edirsə, biz onun sürtünmə qüvvəsini F bərabərdir mü N şəklində yaza bilərik. Və üfüqi səthdə biz bilirik ki, ağırlıq qüvvəsi ilə reaksiya qüvvəsi bir-birini tarazlaşdırdığına görə biz həmin qüvvəni F sürtünməni bərabərdir mü M J şəklində yazırıq. Biz buradan görürük ki, sürtünmə qüvvəsi kütlə ilə düz mütənasib asılıdır. Deməli, mənim 1 kiloqramlıq kütləmə təsir edən sürtünmə qüvvəsi əgər F-dirsə, onda 2 kiloqrama təsir edən sürtünmə qüvvəsi olur 2F. Biz birinci tənliyə əsasən Newtonun ikinci qanununun riyazi ifadəsini yazarıq. Deməli, F qüvvəsi cismi dartan qüvvədir, F çıxılsın, F sürtünmə bərabərdir M1 A1 şəklində olacaq və buradan biz bilirik ki, F qüvvəsi 6 Newtondur. Gətirib qiymətləri yazırıq yerinə. 6 Newton çıxılsın, F sürtünmə bərabərdir. Cismin kütləsi 1 kiloqramdır, 1 vurulsun, 4 metr böl saniyə kvadratı. Buradan biz F sürtünməni tapanda tapırıq ki, 2 Newtondur. Həmin F sürtünməni 2 Newton tapdığımız üçün
biz artıq kütləyə əsasən sürtünmə qüvvəsini müəyyən etdiyimiz üçün, deməli onda həmin bu 2 kiloqramlıq cismə təsir edən sürtünmə qüvvəsi olacaq 2 vurulsun 2 bərabərdir 4 Newton. Və biz bu cismin Newtonun ikinci qanununa əsasən riyazi tənliyini yazıb həll edək. Deməli, yazırıq, F çıxılsın 2F sürtünmə bərabərdir M2A2. F'in qiyməti 6 Newtondur, 2F sürtünmənin qiyməti 4 Newtondur və buna əsasən müəyyən edirik. M2 2 kiloqramdır. Təcili soruşur bizdən. Təcili tapmalıyıq. Biz buradan alırıq ki, 2 bərabərdir 2A2-yə və bizə verilən təcil, daha doğrusu təcili tapırıq ki, 1 metr bölünsün saniyə kvadratıdır. Keçək növbəti məsələnin izahına. Bizə verilib ki, üfüqi səthdə yerləşən cismə müstəviyə paralel istiqamətdə dartı qüvvəsi təsir edir. Cismin aldığı təcilin dartı qüvvəsindən asıllıq qrafiki şəkildəki kimidir. Ona görə cisimlə səth arasındakı sürtünmə əmsalını və qrafikin A nöqtəsinə uyğun vəziyyət üçün cismə təsir edən dartı qüvvəsini hesablayın. Bunun üçün biz baxırıq ki, cisim 0,6 Newton cismə qüvvə təsir edənə qədər cismin təcili 0-dır. Deməli, cisim necə hərəkət etmişdir? Düz xətli, bərabər sürətli hərəkət etmişdir. Əgər cisim düz xətli, bərabər sürətli hərəkət edirsə, deməli, ona təsir edən, həmin cismin daha doğrusu təcili 0-a bərabərdir. Deməli, bu anda cismə təsir edən sürtünmə qüvvəsi və dartı qüvvəsi bir-birini tarazlaşdırır. Həmçinin bizə şərtdə verilib ki, həmin proses üfüqi səthdə davam edir. Üfüqi səthdədir. Buna əsasən biz müəyyən edib yazırıq. Deməli, bizə verilmiş 10 Newton qüvvəyə əsasən biz cismin kütləsini tapa bilərik. Bunun üçün Newtonun ikinci qanununun ifadəsini yaza bilərik. F dartı çıxılsın F sürtünmə bərabərdir M A-ya. Müəyyən edirik. Dartı qüvvəsi 10 Newtondur. Bizə verilib sürtünmə qüvvəsi 6 Newtondur və kütlə müəyyən etməyimiz üçün bilmirik. Təcil isə bizə verilib 1 metr böl saniyə kvadratı. Biz buradan müəyyən edirik ki, bizə lazım olan kütlə 4 kiloqram imiş. Deməli, biz həmin 4 kiloqramlıq kütləyə əsasən həmin cismə təsir edən dartı qüvvəsini də hesablaya bilərik. Təcilimiz 3 metr böl saniyə kvadratı olan halda. Yazırıq yenə Newtonun ikinci qanununu. F çıxılsın F sürtünmə bərabərdir M vurulsun artıq A2. Deməli, burada müəyyən edirik. F bərabərdir F sürtünmə üzərinə gəlinsin M A2 sürtünmə qüvvəsi 6 Newton. Kütləmiz 4 kiloqram, verilmiş təcilimiz isə 3 metr böl saniyə kvadratı. Deməli, həmin cismə təsir edən bu hissədə təsir edən dartı qüvvəsi 18 Newtona bərabərdir. Keçək növbəti sualın izahına. Verilmiş kütləli ideal qaz üzərində gedən proseslərin hansında ideal qaza verilən istilik miqdarı tamamilə xarici qüvvələrə qarşı görülən işə sərf olunur. P təzyiqdir, V isə həcmdir. Bunu biz necə müəyyən edirik? Biz bilirik ki, termodinamikanın birinci qanununa əsasən daxili enerjinin dəyişməsi bu bərabərdir. Həmin cismə verilən istilik miqdarı ilə xarici qüvvələrin qaz üzərində gördüyü işin cəminə bərabərdir. Daxili enerji. Və biz bilirik ki, xarici qüvvələrin gördüyü işi biz A ilə və qazın xarici qüvvələr üzərində gördüyü işi isə A iştiriklə işarə edirik. Bizdən məsələnin şərtində deyir ki, bizdən soruşur, xarici qüvvələrə qarşı görülən iş. Xarici qüvvələrə qarşı görülən iş A iştirikdir. Biz də bilirik ki, qaz üzərində görülən iş və qazın üzərində görülən iş və xarici qüvvələrə qarşı görülən iş əks
əks işarə ilə bir-birinə bərabərdir. Onda delta U bərabər olur Q çıxılsın A eşitdir X. Bizə şərtdə deyir ki, elə bir qrafiki bizə göstərin ki, istilik miqdarı tamamilə görülən işə sərf olunsun. Yəni, Q bərabərdir xarici qüvvələrin gördüyü işə sərf olunsun. Biz də baxırıq ki, Q bərabər A eşitdir prosesi hansı izotermik prosesdə baş verir? İzoprosesdə baş verir, izotermik prosesdə. Deməli, izotermik prosesdə daxili enerjinin dəyişməsi sıfırdır. Yəni, delta U bərabərdir 0. Biz axtardığımız qrafik izotermik prosesdir. Ona görə də digər qrafikləri biz çıxırıq və bizə verilən PV diaqramında izotermik prosesin qrafiki 1-4 qrafikidir. 5-ci sualımız. Verilmiş radiuslu, çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtələrdən birincinin periodu 12 saniyə, ikincinin periodu isə 8 saniyədir. Buna əsasən, maddi nöqtələr ilk dəfə neçənci saniyədə görüşərlər? Biz fərz edək ki, həmin maddi nöqtələr müəyyən bir nöqtədə görüşürlər. Deyək ki, bu nöqtədə görüşüblər. A nöqtəsində. Həmin maddi nöqtələrin sürətləri eyni istiqamətlidir. Hər ikisi də çevrə üzrə saat əqrəbi istiqamətində hərəkət edir. Deməli, V2 sürətinə malik olan cisim çevrə üzrə hərəkət edərək bu qədər yol gəlir. V1 sürətinə malik olan cisim isə A nöqtəsində görüşmək üçün bu qədər yol gəlir. Əgər cisimlər görüşərlərsə, onlar eyni nöqtədə olmalıdırlar, eyni koordinatda olmalıdırlar. Biz bunu nəzərə alaraq, həmin cisimlərin V2 sürətinə malik olan cismin getdiyi yolu S2 ilə, V1 sürətinə malik olan cismin getdiyi yolu isə S1 ilə işarə edirik. Və biz görürük ki, S2 çıxılsın S1, yəni S2-dən S1-i çıxanda bu qədər yol artıq qalmış olur. Bu qədər yol da çevrənin 1/4 zaman periodunda baş vermiş hissəsi olduğu üçün biz onu yazırıq. O hissədə gedilən yol nəyə bərabərdir? Pi R bölünsün 2-yə bərabərdir. Biz həmin bu düsturda gətirib sürətin qiymətlərini yerinə yazırıq. V2 vurulsun T, çıxılsın, V1 vurulsun T bərabərdir pi R bölünsün 2. Çevrə üzrə hərəkətdə sürətin periodla əlaqəli və ya radiusla əlaqəli düsturu var. V bərabərdir 2 pi R bölünsün T düsturu. Həmin düsturdan istifadə edərək sürətin yerinə bu düsturu yaza bilərik. Gətirib yazırıq. 2 pi R bölünsün T2, vuraq T, çıxılsın 2 pi R bölünsün T1, vuraq T bərabərdir pi R bölək 2. Zamanı ortaq vuruq çıxarda bilərik. 2 pi R, artıq bundan sonraki ifadə, yazdığımız ifadələr riyazidir. Riyazi həll tələb eləyir. Bərabərdir pi R bölünsün 2. T bərabərdir. Periyodun T vurulsun, daha doğrusu periyodun qiymətini yerinə yazırıq. T2-nin, deməli, birincinin periyodu 12 saniyədir, ikincinin periyodu isə 8 saniyədir. 2 pi R bölünsün 12 bərabərdir pi R bölünsün 2. Biz buradan ixtisarlarımızı aparsaq, görürük ki 4, 6 ortaq məxrəcə 12 olaraq götürə bilərik. Yazırıq T vurulsun, ortaq məxrəc olur 12. Burada qalır deməli 3, 3 pi R çıxılsın 2 pi R və alınır pi R bərabərdir pi R bölünsün 2. Buradan pi R-lər ixtisar gedir. Deməli biz alırıq ki T bölünsün 12 bərabərdir 2-də 1-ə, T də bərabərdir 6 saniyəyə.
Deməli, bizim maddi nöqtələr 6 saniyədə ilk dəfə görüşəcəklər. Əziz müəllimlər, müəllimlərin işə qəbulu müsabiqəsində, MİQ müsabiqəsində istifadə olunan test nümunələrinə baxdıq. Növbəti izahlarda görüşənədək. Sağ olun, hər birinizə uğurlar arzulayıram.